Hoş geldin Eldar, otur. Bağışlayın, narahat elədiniz. Hoşdu. Nə olub? Gəlişim Amrəlinin qardaşı Hikmətlə bağlıdır. Qaynatam Hikmətlə qızını vurub. Səbəb? Orasını tam bilmirəm. Yəqin ki, səhv olub vurub. Haqqımda eşitmişəm Hikməti. Bu aləmdə heç kimə yirmir. Hətta öz qardaşını belə. O qədər qudurub yəni? Nə deyib atalar? Sirkə nə qədər tünt olsa, öz qabını patlatar. Elə mən də ona görə gəldim. Sirkəsi nə qədər tünd olsa da, partlamır ki, partlamır. Bəs Hikmət ölüb? Yox, xəstəxanada. Amma durumu ağırdır deyirlər. Sənin istəyin məlum oldu Eldar. Hikməti öldürmək. Yox, əgər Hikmət sağalarsa, o zaman qaynatan öləcək. Bunu bil. Bəli. Bax Eldar, içəridə çox qulluğumuz olmuşsan. Sözümün dəyəri var yanımızda. Amma bizim Amirali ilə, nə də onun qardaşı ilə heç bir məsələmiz yoxdur. Amma xətrin üçün görüşə gedəcək. Görüşdükdən sonra bir qərar verərik. Əgər qanagan desələr nə olacaq? Onu da orada danışarıq. Məncə də. Bəy, Zəlinə Osman gəldi. Gəlsin. Oldu. İnşallah ki, gəlişimiz sizi sevindirdi. Xoş niyyətlə gələnə sevinərik. Amma hələ niyyətiniz bəlli deyil. O sizdən asıldı. Fikirlərimiz bir olarsa, hamımız sevinərik. Bu sözünüz biraz hədə-qorxu kimi gəldi mənə. Elə düşünmə. Biz hələ söhbətə başlamamışıq. O zaman sizə eşidirəm. Buyurun. Bizim bir adamımız bizdən xahiş elədi. Adamın qaynatası Amralın qardaşını vurub. Biz də gəldik qana susatmaya. Qanın sahibi ilə dünən danışdım. Qana qan deyir. Bax İskəndər, bizi yaxşı tanıyırsınız. Biz əvvəlcə qana su səpərik. Yox, əgər silinməzsə, o zaman qanı qanla silərik. Bizi də yaxşı tanıyırsınız. Biz qanı qandan silmirik. Qanın sahibini yer üzündən silərik.
Məsələ aydındır. İkinci görüşümüzdə belə rahat olmayacaq. Hələ şükür edin ki, sizə bu rahatlığı yaşatdım. Nə demişdir ixtiyarlar? Bu dünyada rahatçılıq axtarmayın. Nə varsa o biri dünyada var. Görürəm çox darıxmışsınız o dünya üçün. Hər kəs Amralini sülh sevən adam kimi tanıyırmış. Sən demə, yalan imiş. Siz heç ərəb ilanı görmüsünüz? Ərəb ilanı bütün bədənini qumda gizlədər. Amma bir gözü çöldə olar. Üstünə basmazsan, sancmaz. Sülh davam edir. Gedək Zəlir, gedək. Baxıram ki, burada sözümüz alınmadı. Gedin. Amma sizə məsləhətim. Bu işə qarışmayın. Ayağınızı attığınız yerə də diqqətlə baxın. Budur Amralinin ürək parəsi. Hə, budur. Burada deyiblər, getdi canlıdır. Mən elə ailədə tərbiyə almamışam ki, böyüklərə cavab qaytaram. Hamınızdan üzr istəyirəm. Amma görürəm, ağsaqqalla ağçaqqal bilinmir. Görürəm, çox böyük bir ailədə dərs almısan. Mənim sözüm sahibinə çatar. Payınız varsa götürün. Bu ailəyə söz çatdırmaq olmur. Bir yol var, ancaq ölüm. Vurdum. Amma ölmədilər. Bu dəfə şansı qaçırtmaram. Bilirsən niyə ölmədik? Çünki kişi kimi qarşımıza çıxmadınız. Burada deyiblər, arxadan vurulan mərmi topuğa dəyər. Balaca, həddini çox aşırsan. Amma mənə elə gəlir, sən atan üçün hər şey eləyərsən. Yox. Nə? Nə demək istəyirsən? Sualım cavabsız qaldı. Ey amirin ürək parası. Yoxsa atam sizdə? Hissiyatın güclüdür. Əgər atama nəsə oldu... Balaca, sakit. Sakit ol. Atasını çox istəyən, atasına görə hər şey eləyər. Nə etməliyəm ki? Bütün bu olanlar bir nəfərə görə olur. Sən və atan. O bir adama görə əziyyət çəkirsiniz. Mən düşünürəm ki, o bir nəfər yaşamasa, sən və atan
rahat yaşayarsınız. Mən Amir əmmi öldürə bilmərəm. Orasını da sen düşün. Eğer sen bu gün bu işi hallelemezsen, sabah biz sen atavın işini halleleyeriz. Nə bişirmisən? Acmışam yaman. İndi hazır edərəm, bilməzdim tez gələrsən. Biraz tez olsa yaxşı olardı. Yaman acmışam. Bir də bacımın qayını zəng eləmişdi. Muxtar? Hə, Nə əcəb? Nə deyirdi ki? səninlə görüşmək istəyir. Xeyirdir inşallah. Yoldaşı Nazlı biraz ucundan qulağından dedi. Muxtar hiyləgər adamdır. Rəhmətli bacım heç ondan xoşu gəlməzdi. Nazlı'nın dediyinə görə rəhmətli bacımın uşağına sahiblənmək istəyirlər. Burada bir iş var. Nəysə, görüşüb öyrənərəm. Mən artıq işi tutmuşam. Siz xanımlar işi başından bilirsiniz. Sadəcə çox danışmağı xoşlayırsınız. Mən düşünürəm ki, bacımın əri bütün var dövləti uşağın adına vurub. Ona görə də Muxtar uşağı sahiblənmək istəyir. Nə oldu? Mən qarışmıram Leyla. Mənə nə ölmüş bacım, nə də onların var dövləti maraqlı deyil. Deyirəm bəlkə uşağı tapaq biz sahiblənək. Leyla, dedim ki, mənə nə uşaq, nə də onların anası, atası maraqlı deyil. Qızım, dərslərin necə gedir? Yaxşıdır ata. Hə, dərslərindən qalmır. Ata, Hə qızım,
Şahanənin nə günahı var ki? Qızım, sən qarışma. Qarışmıram ata. Sadəcə yazıq qız ortada qalıb. Necə də olsa, bacımın yadigarıdır. Zəhra, sən qarışma. Onun yerində məni düşün. Zəhra, Yaxşı ata. Amma yenə də yaxşı düşün. Ona sahib çıx. Zəhra, istəməzdim bu haqda səninlə danışım. Bacım, ata xeyir duası almadan ailə qurdu. Sevgisini atama anama qurban elədi. Atamın da vəsiyyəti onu bağışlamamaq oldu. Bunun əzabını Şahanə çəkməlidir. Sən də haqlısan Zəhra. Amma ailə xeyir duası vacib. Ata, başa düşürəm. Amma məncə Şahanəni ailə xeyirduasına qatmır. Gel Osman gel. Hoş geldin. Xeyirdir Muxtar, məni axtarmısan. Necə? Elə demə. Neçə vaxt görüşmürük. Dedim elə biz görüşək. Laf yaxşı. Sevindim mən də səni görməyimə. Evdə uşaqlar necədir? Hamı yaxşıdır. Sizdə nə var nə yox? Yaxşılıqdır, şükür Allah'a. Keçək məsələyə. Biraz ucundan qulağından bilirəm. Bəli. Dedim bir bu haqda danışaq. Necə olsa uşaq sənin də, mənim də qanımdır. Sizin qanınızdır. Bizim deyil. Demişəm, yenə də deyirəm. Mənim nə ilə bacım, nə də bacım qızı var. Osman, keçmişi unut. Bilmədiyin çox şeylər var. Bilirəm. Bilirəm. Ehtiyac yoxdur. Biraz sakitləş. Ortada 20 milyon var. Niyə bunu başqası yeməlidir? Başqası deyəndə kimi nəzərdə tutursunuz? Şahanə 2 gün bundan öncəyə qədər xəstəxananın həyətində olub. Deməz ki, 3 aydır mənə sahib çıxmırsınız. İndi nə olub? Onu boş ver. Biz əsas da ona imzanı atdıraq, ondan sonra harda qalır qalsın. Harda düşər? Bizim uşaqlar xəstəxana görüntülərinə baxıblar. Bir adam onu oradan götürüb. Kim olduğu bilinir? Hə, araşdırdım. Amir Ali. Kim? Amir Ali. Daha sənə sözüm yoxdur. Yoxsa tanıyırsan? Hə, yaxşı tanıyıram. Adam indi də mənim bağıma girdi. Mən bu işə girməzdim. Amma bağa mən də girəcəm. Xeyir Osman. Nə olub? Adam həddini aşdı artıq. Kim? Kim olacaq? Amir Ali. Nə olub yenə? Ailəmizin sildiyi bir bacım var idi. Şükür Allah'a yoldaşı ilə birlikdə rəhmətə getdilər. Amma onların bir yadigarı var idi.
O da Amirəlinin əlindədir. Deyən. Beynim qarışdı. Bacımın uşağı onun əlində. Hə, sahib çıxıb. Bu adam kim adamdır? Amirəlini deyirsiniz? Hə. Adam birbaşa evinizə girib. Qapıları bağlayacağım. Çıxa bilməz. Osman. Bağlı qapıdan içəri girən oradan çıxmasını da bilir. Hə, Şakir. Özü ilə görüşməyə qərar verdim. Uşağı alım. Ala bilmərsən. Niyə? Onun qapısı sənin qapın kimi deyil. Bir dəfə qapısına getmişəm. Düzdür, qapı üzümə açıqdır. Amma bağlı olsaydı ondan yaxşıydı. Şakir, sən orada nə yaşamısan bilmirəm. Amma mən sənin kimi onun qapısına getmərəm. Maraqlıdır, açıqla. Mənimlə oyun oynama, Amirəli. Tanışdığıma şad oldum, Amirəli. Nəhayət ki, görüşdük. Bəs bilmirdim, bugündən sənin üçün də var. Sen kimsen? Tanış olarıq. Narahat olma. Hə, adımı bilmək istəyirsənsə, adım Osman. O işimi bilmək istəyirsənsə, işimi deməklə yox, əməllə göstərirəm. Əməliniz göz qabağındadır. Adamı arkadan vurmuşsunuz. Arada belə səhvlərə qarşı səhvlər olur. Onu əməldən saymayaq. Baxın, neçə illərdir səbrimi zəncirləmişəm. Kilidi ilə oynamayın. Oynasaq nə olar? Oynamayın. Oynamayın daha yaxşı olar. Bu rahatlıq səndə hardandır, Amirəli? Çünkü alın yazımda son günüm bura değil. Biz sənin alın yazını dəyişərik. Değişin, değişin. Değişmeden önce size bir sual vermek istedim. Yaşamak istiyorsunuz yoksa ölmek? Deyək ki, ölmək. Sizin indi bu geldiğiniz yerlerde benim cavanlığım keçib.
Bir sözdə siz gedən yolları mən qayıdıram. Bunun ölümlə yaşamağa nə aidiyyəti var? Demək istəyirəm ki, sizin gələcəyiniz yerlərə mən sizdən qabaq gəlirəm. Və duracağınız yerləri də bilirəm. Şakir Osman'dan 2 metr aralı duracaq. Və sizin sürünüz sizdən 2 və yaxud da 3 metr aralı duracaq. Və sizin durduğunuz məsafələrə görə bastırdığım bombalar sizi görür. Qırx gün qar yağar, bir gün ov olar. O vaxtı it də bəlli olar, igid də. Adam tək başına əlimizdən çıxdı. Bu necə ola bilər? Hələ də şokdayım. Mən Amirəlidən şübhələnirəm. Nə barədə? Adam dövlətin adamı bəlkə də. Məncə də elədir. Çünki çox güməcli danışır. Söz demək mənə düşməz bəlkə də. Amma bizim bir adamın dediyinə görə 2 gün öncə Amirəli bir neçə Moskva ilə görüşüb. Hər şey aydındır. Mənə maraqlı olanı indi tapdım. Osman, sən düz deyirsən. Adam bu aləmdə olsaydı, bombaları partladardı. Demək ki, adama hələ tapşırıq verilməyib. Eldar, sən bizi bu adamıvla görüşdür. Görək bu qara maskallar kimdir? Deyirəm bəlkə qarışmayaq. Tutaq ki, dövlətin adamıdır. Nəyimizə lazım? Mənə lazımdır. Qoy onu hər yerə xəbər salım. Bir sözlə, onu bu aləmdə nüfuzdan salım. Sonra başımıza bəla etməyək. Məncə.
Onsuz da onunla başımız bəladadır. İstanmışın yaxşıdan nə qorxusun? Ne olur? Üst. Amirin görüşüne gedəcək. İndi bildim. Adam böyük adamdır. Üst ayağına gedəcək. Bu ola bilməz. İnanmağım gəlmir. Üst Amir Ali'nin ayağına gedəcək. Əgər onlar gündüz görürsələr ay çıxar. Gecə görürsələr gün çıxar. Şakir, indi bildim Amir Əli niyə elə dedi. 40 gün qar yağar, bir gün ov olar. O zaman it də bəlli olar, igid də. Demək ki, həmən gün ov günü. İt də bəlli olar, igid də. Bu qədər niyə narahat olursunuz ki? Çünki həmin gün uzaqlarının kitabı bağlanacaq. O kitabdan bizə nə? Bəlkə də həmin kitabın ilk misrasında sənin adın var. Mənim? Məsəl üçün. Bu görüş baş tutmamalıdır. Necə? Niyə? Celal, səndən şübhələnmirlər. Yox, mehriban davranırlar. Şübhələndirmə. Yavaş, yavaş. Yavaş, yavaş. Sabah Amir Ali üstlə görüşəcək. Çox mühüm gün olacaq sabah. Görəsən məkan haradır? Onu da həll etmişəm. Halal olsun sənə. Bundan sonra adına and içə bilərəm. Danış hələ. Danış. Birazdan məkana sar da gəlir. O qədər yəni. Hə. Kimi tora saldı? Amirlə yaxın adamı, Orxan. Orxan? Hə, Orxan. Hesabına 200.000 getdi. Deməli, Amir Əlinin qiyməti 200.000. Yazıq. Getdiyimiz yolları qaydırmış.
Hoş geldin içimize. Celal, hesabına 200 bin artır. Oldu. Buyur. İstediğin yerde oturabilirsin. Celal sizin hakkınızda hoş sözler danıştı. Şad oldu. Mən də şad oldum. İnşallah ki, peşman olmarıq. Səndə nasıldı? Üstümə düşəni edəcəm. Elə biz də onu istəyirik. Sabah Amirəli üstlə görüşəcək. Saat bəllidir mi? Saat haqqında məlumatım yoxdur. Görüşdə mən olmayacam. Niyə? Ən yaxın adamı siz deyilsiniz? Mənəm. Amma mənə başqa tapşırırlar. Bilmək olar. Mənə sabah Hikmətin qızını qorumağı tapşırır. Nə gözəl. Bəlkə biz qoruyaq. Celal, 200 bin de hesabına köçür. Olar. Səni sevdim Orxan. Orxan. Orxan adının mənasını bilirsən? Desəniz bilərəm. Elə Orxan. Dediğiniz kimi, her yere bombalar bastırmış. Ha Amirali, biz gelen yolları kaydıram demişti. Ama kaydarken ayakların altına bak. Her yere bombaları bastırmışsınız. Bəli. Yavaş ol Muhtar. Göğe kalkarsın. Ne olub ki? Bura Amirəlinin son dayanacağıdır. Xeyirli olsun. Araşdırdım. Şahanə bizi aldadı. Var dövlət hələ də öz adındadır. Laf yaxşı. Bu zibildən də canımız qutarsın. Rahat yaşayalım. Eşitdim mən də. Üst Amirali ilə görüşəcək. Hə, Muhtar. Film indi başlayacaq. Osman, gəl əvvəlcədən danışaq. Pulun yarısı sənin, yarısı mənim.
Hələ bölüşməyə tələsməyək. Onu sonra danışarım. Mən bugün şahaniyə imzanı axtırıram. Ona görə dedim. Tələsmə Muxtar. Hələ biraz mehriban yaşayın. Verəcəklərim var. Məcburam. Dedim tələsmə. Səbirli ol. Onsuz da sənin payın var. Mənim payım deyəndə ki, hamısı mənə çatır. Halallıq olsun deyə səni də bu işə qatmışam. Muxtar, uzatmayaq. Sabah danışarım. Gedə bilərsən. Sabah danışarım. Durumlar necədir? Əgər sənə atdıqları məkan buradırsa, o zaman iş tamamdır. Hə, buradır. Burada görüşəcəklər. Bax gözəl. Hər yerə bombaları bastırmışım. Hə, Amir Əli. Sonun gəldi. Şakir, üstün bu işdən xəbəri varmı? Hə. Axşam mən üstün özü ilə görüşdüm. Tək gələcək. Bombaları da özü patladacaq. Mənə sadəcə maraqlı olan, siz onların görüşməsini istəmirdiniz. Nədən? Osman, adımız sanımız var. Amirali üstün ayağına gəlməliydi. Üst amiralinin ayağına yox. Amma bunun səbəbini biləndən sonra sakitləşdi. Aydındır. Hansı saatda görüşəcəklər? Bilmirəm. Buyur. Bu da bombaların kilidi. Üstə verə bilərsin. Gedək. Bugün güzel bir gün olacak. Kimi sevinecek, kimi de ağlayacak. İnşallah biz gülenlerden olacağıq. Çok gülmek de yaxşı değil Celal. Salam Osman. Arzumuza çatdıq. Aleyküm salam. Arzular çoxdur. Hansına çatmışıq de görün. Amir Əli öldü. Ne güzel. Şad xəbər olasan. Bəs sən buna əminsən? Gözüm kimə əminəm? Bundan sonra ehtiyatlı olaq. Hələ meydanda hikmət var. Bəlkə onu da axşam həll edək. O biraz çətin. Ona incə yerindən toxunmuş. Məsələn? Birazdan şahidi olarsın.
İnşallah. Deyirəm bəlkə bugün yığışaq, bayram edək. Ayıb olar axı. Adam rəhmətə gedib. Dayı. Orxan əmi, bura niyə gəldik? Düşün maşından. Xoş gördük balaca. Dayı, niyə belə eləyirsən? Nə istəyirsən məndən? Qısa danışacağım. İmzanı at, rahat olaq. İmza atmayacağım. Atamın qazancıdır. Bilirdim atan xasiyyətdəsin. Elə atanı da sevmirdik.
Biraz Allahdan qorx dayı. Bunların Allahdan qorxusu yoxdur. Çünki əclafdılar. Bunu unutma. Külək həmişə bir tərəfə əsmir. Gözümüz aydın olsun qardaş. Təbrik edirəm. Hamımızın gözü aydın olsun. Deyirəm, utanmırsınız da. Bizi tutmağınıza görə bir-birinizi təbrik edirsiniz. Deyəsən balacanın xəbəri yoxdur. Bəlkə şad xəbəri sən verəsən? Arzulamışdım. Arzuma çatdım. Balaca. Amirəmin öldü. Şakir, sən nə edirsən? Əmsini çox istəyir. Əmsinin yanına göndərirəm. Ailəm